heç vaxt böyük işlər çətinliksiz başa gəlmir. Kim harda necənin ən qocaman üzvlərindən biri olan aparıcı müxbir Ramin İbrahimov 7 il bundan əvvəl jurnalistikanın özünə peşə seçəndə qarşısına çıxan əngəlliklər bugünkü sevincinin yanında bir heçə enib. Jurnalistika sahəsindəki uğurlarına görə Ramin İbrahimovu dəvət edirəm. Hamıya birincisi təşəkkür edirəm. Şəhriyar da çox sağ ol ki, məni çox gözəl təqdim elədin. Çox sağ olun. Hər bir kəsə təbrik edirəm, yəni təsislərin hamısını təbrik edirəm, təşəkkür edirəm və çox şadam ki, bu zirvədəkilər mükafatına məni də layiq gördünüz. Təşəkkür edirəm, özümü dolduracağım. Sağ olun. Təşəkkür edirik sənə və biz buna çox inanırıq. Bu yaxınlarda yeniləşən Azərbaycan Gənclər Hərəkatı, Gənc Sənətçilər Assosiasiyası, bir də ki, Azərbaycan Respublikası Gənclər Komitəsi tərəfindən zirvədəkilər mükafatı verilirdi. Yəni, həqiqətən də çox mötəbər şəxslərə verdi. Beləliklə, gənclər arasında ən yaxşı aparıcı müxbir adına layiq görülən həmkarımız Ramin İbrahimov sevincini ilk olaraq təbii ki, doğma verilişi ilə bölüşdü. Mənə də zirvədəkilər mükafatını verdilər, məni də layiq gördülər. Çox təşəkkür edirəm. Burada da yazıb ki, jurnalistika sahəsində uğurlarına görə. Həqiqətən də indi bizim jurnalistika sahəsində uğurlarımız varsa, sözsüz ki, bu Lider televiziyasının, necə deyərlər, Lider televiziyasında mənimlə bərabər çalışan həmkarlarıma da aid etmək olar bu mükafatı. İnsan hansı işlə məşğul olursa olsun, o işi yaxşı görməlidir. Yaradıcı insan üçün isə ən əsası peşəsinə olan sonsuz sevgidir. Həmişə zirvədə.